Deyirlər indiki zamanda insanları bir araya gətirmək çətindir. Amma bugün bizim kənddə elə bir mənzərə var idi ki, baxdıqca insanın içinə bir qürur və fərəh dolurdu. İstədim bu xüsusi və gözəl günü sizinlə də paylaşım. Bugün kəndimizin məscidində böyük bir mövlüd var idi. Məscidimizin damı tamamilə yenilənib, yeni bir minarəsi ucaldılıb. Ən fəxr ediləsi tərəfi isə odur ki, bu gözəl iş sırf kənd cəmaatımızın öz halallığı, öz iyanələri ilə ərsəyə gəlib. Təbii ki, bu gözəl gündə ağbirçəklərimizin xeyir duasını almağı da unutmuruq. Allah qəbul eləsin. Zəhmət çəkənlərin Allah savabını çatdırsın. Belə bir gözəl açılışını, o minarəni görmək mənə lazım idi. Bu günə də bizi çatdırdısa şükürlər olsun Allahın payına. Ya Rəbbim, ya Rasulullah, sağ olun qızım, sağ olun çəkilişinə görə, gəlişinizə görə. Allah savabını çatdırsın. Şükürlər olsun ki, tikinti işləri tam başa çatdı və bu münasibətlə bütün kənd sakinlərimizin dəvətli olduğu gözəl bir mövlüd təşkil olundu. Yaşlısından cavanına, böyüyündən kiçiyinə kimi hər kəs bacardığı köməyi edirdi. Qadınlarımız böyük həvəslə yeməklər bişirir, gənclərimiz isə masaları hazırlayırdı. Kişilər isə masaların qurulmasına, çay paylanmasına və süfrələrə qulluq edilməsinə nəzarət edirdilər. Cəmaatla birgə günorta namazı qılındı. Ardınca mövlüdümüz və ruhumuzu oxşayan gözəl bir Quran oxundu. Allah kəndimizə, elimizə, obamıza hər zaman belə xoş günlər, birlik və ruzi bərəkət qismət etsin. Məscidimizdən heç zaman əzan səsi əski olmasın. Hər zaman içi dolu olsun. Bu xeyirli işdə zərrə qədər də olsa əməyi, dəstəyi keçən hər bir kəsdən Allah razı olsun. İndi rəylərdə yazın görək, siz necə? Bizim kəndin bu gözəl birliyini və mövlüd adətini bəyəndinizmi? Sizin tərəflərdə də belə iməciklər olunur?